Salamlayıram dəyərli izləyicilər. Hal-hazırda dünyanın ən bahalı şəhərlərindən biri olan Londondayam. Daha doğrusu Londonun mərkəzi küçələrindən biri olan, mərkəzi yerlərindən biri olan Trafalgar meydanındayam və cibimizdə cəmi 20 funt sterling var. Günümüzü pulla keçirməyə çalışacağıq, çünki London çox bağlı şəhərdir. Hal-hazırda saat 10-dur, ilk önə gedirik səhər yeməyinə. 1 funt sterling Azərbaycan manatı ilə 2 manat 20 qəpikdir. Gedək görək Londonda ödənişsiz, endirimdə olan məkanlar hardadır? Çalışaq bu pulumuza qənaət edək. Pulumuz çatmasa əgər, burada belə qəpiklər var. Belə baxıram, azca 500 funt sterling var burada. Maksimum gələcəm, buradan götürəcəm. Günümüzə Trafalgar meydanından başladıq və Trafalgar meydanından yuxarı qalxdıqda belə bir kafe şəbəkəsi var, Grex adlanır və burada bu kafe Leicester Square küçəsində yerləşir. Bu kafe Costa'dan, Starbucks'tan daha ucuzdur. Bizim pulumuz az olduğuna görə, cəmi 20 funt sterling olduğuna görə səhər yeməyin burada edəcəm. Baxa görə nə ala bilirik? Getdik. Hal-hazırda burada gördüyüm şirniyyatların içində ən ucuzu yəqin ki bunlardır. 1.50. Burada bir təklif var. 3.40 kofe ilə birlikdə. Düşünürəm ki, ən sərf edən olar. Səhər yeməyimizi başlayırıq Grex'dən. Görək nə qədər pulumuz qalır və nə qədər bəs edəcək bizə 20 funt sterlingə günümüzü keçirməyə. İngiltərədə bir məsələ var ki, o qədər qəpik xırda pulları var ki, ona adam bilmir hara yığsın. İndi bir ovuz mənə qəpik pul verəcək. Thank you so much. 16 funt sterling və bir də qəpik o qədər balacadır ki, qəpik belə görmək olmur. Səhər yeməyimiz hazırdır. Karamel latte və şirniyyat çox dadlıdır. Dəyər məncə. Səhərimizi başladıq buradan. Hal-hazırda 16 funt sterling və 20 penimiz qaldı, qəpiyimiz qaldı. Onu saymayaq, 16 funt sterling. Görək bir günümüzü bu pulla necə səmərə keçirəcəyik. Səhər yeməyindən sonra növbətə dayanacağımız Trafalgar meydanının yaxınlığında yerləşən National Gallery və Milli Qaleriya, belə deyim. Və bu qaleriyada müxtəlif rəssamların əsərləri nümayiş etdirir və bura giriş tam ödənişsizdir. Sadəcə bir məsələ var ki, burada gördüyünüz kimi çox böyük növbə olur, həddindən artıq, xüsusən də tətil günləri. Bu növbəni gözləmək istəmirsinizsə, öncədən tam ödənişsiz booking edirsiniz və keçirsiniz qeydiyyatdan və bura yaxınlaşarkən həmin o qapıda göstərirsiniz həmin biletinizi, onlayn biletinizi və içəri daxil olursunuz. Bura daxil olmaq tam ödənişsizdir, bəli, və hal-hazırda növbə həddindən çoxdur, çünki tətil günlərdir. Həm də hava da gözəldir, yağış falan yoxdur. İnşallah içəri daxil ola bilsəm, oranı sizə göstərəcəm. Mən olmuşam özüm bir dəfə, inanın ki, mənə çox möhtəşəm yerdir. Və kim ki, bura İngiltərə, Londona gəzməyə gəlir, mütləq bura gəlsinlər. Mərkəzdə yerləşir, Trafalgar meydanının yaxınlığında yerləşir. You can still go, even when you feel slow, you can still go, even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 yo, go, go, go. Hustle hard, hustle every single day. I'll be making moves till I'm buried in my grave. To the system, I don't wanna be a slave. I've been doing shit my way, or the highway. And in the driveway is a nice range, cause I grind through the climb, I invite pain. You'll never hear me, bitch, nah, I don't complain. Just gotta flip the switch and you can go and obtain anything you want, anything you need. Your mind's got the key ingredient, it's belief. They'll deceive with the negativity, but I just slide right by that energy. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go.
Qaleriyanı gəzdik, bitirdik və çox möhtəşəm hisslər yaratdı. Çünki tanınmış rəssamların əsərləri var və ən başlıca ödənişsizdir. Hər kəsə gəlməyə məsləhət görürəm. Hal-hazırda gedirik London ən məşhur yerinə, Big Ben ətrafına və Thames ətrafına. Çünki oralara getmək pulsuzdur, onsuz da mərkəzliyik. Getdik. London ümumiyyətlə dünyanın ən bahalı şəhərlərindən biridir və burada bu qiymətlərin olmağı məncə normaldır. Londonda ən məşhur yerlərdən biridir və insanların, turistlərin yığışdığı yerdir və Koroliyevanın belə deyim, atlı sərkərdələri, mühafizəsi və İngilis atları dünyanın ən gözəl atlar siyahısındadır və bu cavan oğlanlar da bu atın üstündə karoldadırlar. Biraz yaxına gedib məsələn, icazə vermirlər. Əvvəllər yaxın durmağı qoyurdular. Sonra at bir neçə nəfər dişləyəndən sonra artıq orada işarə var ki, ata yaxın durmaq mümkündür. Mən yaxınlaşacağam bacardığım qədər. Bu İngilislərin əfsanələridirlər. Ağsaqqallarla bir şəkil çəkdik. Belə avtobuslar İngiltərədə çoxdur. Turistlərə gəzdirmək üçün üstü açıq avtobuslardır. Hava yaxşı olanda, yəni İngiltərə, London boyu gəzirlər. Və bu gördüyünüz heykəl isə, abidə isə belə deyim daha doğrusu, İkinci Dünya müharibəsində qadınların şərəfinə qoyulmuş bir abidədir. Və bu gözəllik Londonun gözü, ən məşhur yerlərdən biri, bəlkə də birincisi. Bu avtobusların gəzintisi bir nəfər üçün 50 funt sterlinqdir. Bayaq dediyim kimi Londonda məşhur olan velotaksilərdir və burada qiymətlər, price list göstərib qiymətlər mərkəzə doğru, məsafəyə doğru qiymətlər dəyişir. 20-35 bir nəfər üçün əlbəttə nəzərdə tutulur bu qiymətlər. Məktəb vaxtı ingilis dil kitablarında gördüyümüz həmin o məkanları indi real görmək başqa bir hissdir. Və bu da həmin o məşhur Temza çayı. Və öz şəklinizi belə köhnə, vintaj formasında istəyirsinizsə qəzet formasında 10 funt sterlinqdir. Belə bir şəkillər. Xəyala daldım, mahnı arxadan mahnı gedirdi fonda. Hər cür pul qazanma olur, hər cür. 10 funt verirsən, 10 funt sterling. İstədiyin mahnını qoyursan, belə bir video çəkirlər. Bura isə gəlib öz qıfılınızı bağlaya bilərsiniz. Blood Mary. Allah xoşbəxt eləsin. Bu məkan isə Shrek sevənlər üçündür. Shrekin oyuncaqları falan içəri girmə ödənişlidir. Qarşıdan Halloween gəlir, ona görə də belə məkanlar artıq açılmağa başlayıb. Güya qorxulu məkanlardır, amma biz Azərbaycanlılığı biz heç nə qorxuza bilmir. Kasıbçılığın üzü qara olsun. Çünki Londonda Big Ben ətrafında demək olar ki, bütün məkanlara giriş pullandır. Və bu da London ay bir nəfər üçün 32 funt sterlinqdir. Təbii ki, ehtiyacımız yoxdur, pulumuz da yoxdur. Gedirik qarnımızı doyuzdurmaq. Arxamda gördüyünüz fish and chips. İngilislərin milli yeməyi, milli bətdəxidir, belə deyərdim. Balıq və fri, kartoşka. Qiymət elə baha deyil, sadəcə mən bəyə bilmirəm. Ona görə daha da normal restoran axtaram ki, yemək yiyim. Çünki xoşum gəlmir fish and chipsdən. Hal-hazırda üstünə durduğum bu körpü Millennium adlanır. Mini Cooper. Gəzək hal-hazırda gəzək. Günün sonunda pulum qalsa, izləyicilərim üçün maraqlı bir hədiyyə alacağam. Kiçik də olsa, maraqlı rəy yazan bir şəxsə onu hədiyyə edəcəm.
Artıq günorta vaxtı, mədə səs verməyə başlayıb, pul xərcləmək lazımdır və buna görə də gəlmişik hara. İngiltərə sevdiyim amillərdən biri nədir? Hər təbəqəni düşünüblər, insanlar az qalmasın. Ona görə də yerli mağazalarda, yerli kafelərdə meal deal adlanan belə bir təklif var. 3 məhsulu, yəni meyvə şirəsi, şirniyyat, buterbrod belə üçün birlikdə alanda sənə xüsusi endirim olur. Gəlmişəm, ona görə də həmin yerli mağazaların birinə içəri keçək, görək damaq dadımıza uyğun nə tapa bilirik. Gedək. Özüm üçün belə bir mix düzəldəcəm, meal deal. Bunlar hamısı daxildir həmin belə deyim də təklifə. Bundan götürdük. Red Bull'umuzu götürdük. Görürsünüz burada qeyd olunub. Üçü birində qiyməti 3.75. Bunları ayrı-ayrı alsam qiyməti baha olacaq. Ona görə də üçün götürürük. 2 və bir ədəd. Düşünürəm ki, bunlar normal olacaq. Məhsullarımızı bir-bir hesablayaq. Və budur. Meal deal. 3.75. Mənim bu mağazadan endirim kartım var. Düzdür, endirim yoxdur, sadəcə yığılır pointlar. Ona görə də bunu və 3.75. Ödənişimizi etdik. Bu mənim günorta yeməyim. Artıq 4-dür. Yemək lazımdır. 3.75 xərclədim və səhər yeməyimizə 3.95 və hal-hazırda 20 funt sterlingdən qalan pulumuz 12 funt sterling və 30 pence. Məncə normaldır. Hələ axşama var, yaşamaq olar. Yeməyimizi yeyək, gəldiyimizdə davam edək. Əsas qarındır, əsas qarın. Normaldır valla, belə tutmasın. Yaşamaq olar. Çox rasxod eləməsin, yaşamaq olar. Çox dadlıdır. Çox dadlı sadəcə biraz istiyotu çoxdur. Mən acılı yeyə bilmirəm. Belə bir söz var, deyir, acı girən yerə dərk girməz, amma mənli deyil də, mən yiyəmirəm. Restoran qarşısında belə bir süfrə açıblar, yemək qoyublar. Baxıram ki, yazıblar toxunmaq olmaz, bu vitrindir. Yəni restoranda bunlar verilir, ona qoyublar bura. Bura deyirlər, bu xəyal və bu da real həyat. İngiltərəyə kim turist kim gəlirsə gəzməyə, yəni özün gözün qorxuzmasın. Gördüyünüz kimi belə bir az məbləğlə gəzmək, qidalanmaq olur. Nağıllarda olduğu kimi deyir, o işıq gələn tərəf, səs gələn tərəf. Uzaqdan baxdım, işıqlar yanırdı. Dedim, bəlkə restoran falandır. Parkın içində. Daxil oldum, sən demək kilsəymiş. Gəlin sizə göstərim içərini. Yəni, Allahın evidir, fərq etmir. İnsanlar gəlir, dua edir. Gəlin, biz də içəri daxil olmuşkən bir şam yanıraq. Şamın yanmaq istəmir deyəsən. Küləkdir burada. Kilsədən çıxdıq, çünki sakitlikdir o. Hər kəs oturublar, insanlar dincəlirlər və kilsənin qarşısında belə bir qəbir daşları var. Çox köhnə bir qəbir daşlarıdır. Hətta bilmirəm, məzarları yoxsa daşları var. Və bu kilsədən çıxan kimi bizi qarşılayan mənzərə Covent Garden. O sakitlikdən keçirik səsküyə.
burada demək olar ki, hər gün, hər axşam belə əyləncəli şoular göstərirlər, yığışırlar gənclər. Və bu tərəf isə belə bir marketdir və artıq yeni ilə əhval-ruhiyyəsi görsənir. Bəzəyiblər şəhəri. Hələ yeni il gəlməyib, artıq görürsünüz yolkalar falan qurulub. London çox gözəl şəhərdir, çox gözəl. Avropanı gəzən insanlar mütləq Londona gəlsinlər. Peşman olmayacaqsınız. Mən bir neçə Avropa ölkəsində olmuşam. Düşünürəm ki, hələ ki mənim üçün London birinci yerdədir. Və kimlər ki gəlmək istəyir Londona, viza almaq istəyir, mütləq mənə yazsın. Hər kəsə kömək eləməyə hazıram. Londonda gecə həyatı ümumi çox gözəldir. Yəni, göz oxşayır, işıqları falan yandırırlar. Bütün şəhərlərdə belədir, böyük şəhərdə. London xüsusi gözəldir mənim üçün. Yəni, yenə deyirəm, heç kəs çəkinməsin ki, London bahalı şəhərdir, pulumuz çatmaz. Mən bu videomda sübut edirəm ki, daha doğrusu 20 funt xərcləməklə bir gün ərzində gözəl istirahət etmək olar. Şəhərə çıxmışkən istəyirəm sizə İngiltərədə iPhone 16-nın qiymətlərini göstərim. 16 Pro Max Full 899 və aylığa böləndə də 37.45. Yəni burada fərqi yoxdur. Aylığa bölsən və üstünə faiz gəlmir. Gör nə qədər maraqlı restoranlar var burada. Biri-birindən gözəl. Hər mağaza bir-birindən yarışır ki, mağaza və restoranlar yarışırlar ki, daha gözəl mənzərə, daha da ab-hava yaratsınlar, turistləri cəzb eləsinlər. Yadınızdadır, məndə 12.30 qalıb, 12 funt 30 peni və düşünürəm ki, bu günlük gəzintim hədiyyəsiz bitirmək olmaz və bir izləyicimə istəyirəm ki, belə bir kiçik doz hədiyyə edeyim, 1 funt xərcləyim. 12.30 çıxılsın, bir qaldı 11.30'umuz. Ən maraqlı rəy yazan izləyicimə kiçik də olsa İngiltərədən məndən hədiyyə olacaq, xatirə olaraq. Londona gəlib gəzmək istəyən insanlara tövsiyə edəcəyim məkanlardan biri də arxamda gördüyünüz məkandır, pubdur. Sherlock'ın adına detektiv sevənlər xüsusən də bura gəlib həmin eksponatları görə bilərlər. Ev muzeyi ödənişli olduğuna görə 1951-ci ildə ümumiyyətlə həmin eksponatlar ev muzeyinə sərgilənilib, bəzi eksponatlar gətirilib köçürülüb bura. Və bu pubda da tam ödənişsiz həmin əşyaları görmək olar. Gedək indi sizə içərini göstərim mən. Bu həmin pubdur və görürsünüz otağı qeyd olunub yuxarıda. Sherlock'ın otağı. Mən özüm də Sherlock'ın muzeyində olmamışam. Ödənişlidir, həm də ki mərkəzdən biraz kənarda yerləşir. Amma bu tam mərkəzdədir. Buranı çox adam bilmir. Məsləhət görürəm, gəlib gəzəsiniz. Burada bütün sənədlər falan. Sherlock haqqında bütün materiallar. Burası həmin Sherlock'ın otağı. Buradakı bütün əşyalar, belə deyim, ev muzeyində olan əşyalardandır. Yəni, bəzi 1951-ci ildən sonra yenə təkrar edirəm, bəzi əşyalar bura köçürülür, bəziləri isə ev muzeyinə. Buranı, belə deyim, gəlib gəzmək tam ödənişsizdir. Yəni, burada belə restoran var. Restoranın daxilində isə belə bir otaq. Detektiv sevənlər mütləq gəlib buranı ziyarət etsinlər. Əlbəttə, restoranda da oturmaq olar. Sadəcə biz bu günləri onu etməyəcəyik, çünki bizim hal-hazırda pulumuz çox az qalıb. Pulumuz çoxdur, marojna da alıram. Göz doymur. Thank you. 11.30 pulum qalmışdı, 11 funt. Və qərarda gəlin marojna da alıb. Marojna da 2.30 xərclədik. Hal-hazırda
9 funt pulumuz qaldı və London gəzintimiz davam edir. Bir sözlə Londondan hədiyyə etməli, həddindən artıq çoxlu şeylər var. Gələndə heç kimə deməyin, çünki çox hədiyyə tələb edəcəklər sizdən. Bunlar isə Harry Potter sevənlər üçün. Onun sehirli çubuqları. Nə qədər baxırsan bax, doymursan, həqiqətən. Artıq satılıb. Heç də baha deyil. Cəmi 499.000 funt sterling. Yəni 500.000 deyil də 499.000. Yəni çətin bir şey deyil. Almaq olar. Artıq gezdir. Yemək yeməyə yer axtarıram. Axşam yeməyi yeyək və evə gedək. Bu məkan Sexy Fish çox bahalı restoranlardan biridir. Həmişə də full dolu olur. Göstərmək istəyirəm sizə yaxından. Bu içəridə kəsməyəm. Çünki içəridə cəmi 9 funtumuz qalıb və 9 funtu həm axşam yeməyi yeməliyəm və evə getmək üçün pul qalmalıdır. Ona görə gedək, sadəcə məkanı sizə göstərim. Çox rəngarəng məkanlardandır və həqiqətən də çox maraqlıdır ki, həmişə doludur bu restoran. Saat artıq 9-dur və gəldik Buckingham sarayının qarşısına və rəhmətli Koroleva xalqla görüşmək çıxıb pəncərədə əl eləyirdi, indi əl eləməsin. Gəlmiş indi sarayın qarşısına, evdə kimsə var, yəqin ki kraldır, qonaqpərvəri zəifdir, gəlmişik. İçəri dəvət eləmir. Artıq gecdir, evə getməyə vaxtı və yeməyimizi yeyək, axşam yeməyimizi. Qalan pulumuz 9 funt sterling və 10 penny. Və buradan menümüzü seçirik və bunu alırıq və gedirik hara. Bəli. Ödəyəndən sonra qalır 2 funt, bu da bizim yol pulumuz. Bir günümüzü 18 funt sterlindən necə lazımdır keçirtdik, gəzdik, dolandıq. Bugünlük bu qədər. Artıq axşam yeməyi yedik. 20 funtdan qalan pul oldu bizə 2 funt sterling. Londonda bir günümüzü 18 funt sterlingdən çox gözəl keçirtdik. Yedik, gəzdik, qarnımız tox. Heç nədən korluq çəkmədik. Hələ təkcə şəhəri gəzdim, şəhərin mərkəzini gəzdim. Bir gün heç çatdıra bilmədim. O qədər gözəl London yerləri var ki, parklar falan. Kim bura gəlmək istəyirsə, viza almaq istəyirsə, mütləq mənə yazsın. Aşağıda qeyd etdiyim Instagram, TikTok səhifəsindən suallarınızı mənə verə bilərsiniz. Mütləq kanala abunə olaq. Çox yoruldum, yorulmağıma dəydi. Artıq evə getməyə vaxtıdır. Bütün suallarınız, gözəl sözlərin rəy bölməsinə yazmağı unutmayın. Gecəniz xeyrə qalsın.